Yox. Əlindəki nədir? Sən psixoloqsan, Nigar xanım, yoxsa həkimsən? Sən cinayətkarsan yoxsa xəstə? Mən sənin xəstələnəndə, Nigar xanım, sən bunu bilmirsən bəyəm? Sağlamlığına diqqət eləməliyik. Olar? Cənab vəkil, bu neynir? Bu psixoloq nə vaxtdan qızdırma ölçəni o? Narahat olma canım, narahat olma. Profilaktik tədbirlərdir. Nigar xanım, harda azdırmısan bunu? Üstəntiqi deyirəm. Niyə yalan danışırsan? Nəyə yalan danışmışam ki? Özünüzə sərf eləməyəndə həmən mənə yalancı çıxardırsın. Nəyə yalan danışmışam? Elə axırıncı dediklərimi. 8-cinə heç sən törətməmsən. Sən öldürməmsən. Mən eləmədiyim şeyi boynuma götürmərəm axı. Onda məktubda niyə yazmamısan? Bayaq dedim də, yaxşı eləmişəm. Belə uyğun görmüşəm. Amma 100% 8-ci qətli sən törətməmsən. Sən qulaqların zəif eşidir, Nigar xanım. İndi nə demək istəyirsən? Sənin çöldə köməkçin yoxdur. Yox. 8-cini də sənə kömək eləyən olmadı? Yox. Könül istəyərdi ki, cüt olum, amma ki, olmayıb da istəyərdim sən ilə o cinayətləri bilirdin. Sualıma cavab ver. Tək bunu necə bacarmısan? Mən ümumiyyətlə hər yanda, hər yerdə, hər şeydə tək olmuşam. Bir də qurbanlarım olub. Məssalam. Məncə axır 2 cinayət sənin işin deyil. Onda vəkilin işidir. Mənim vəkilim mənə qoruyur. Daha kim qaldı ki?